Salam. Gəlin bugün sizi İran tarixinin çox da danışılmayan, amma həqiqətən də çox təsirli bir səhifəsinə aparaq. Söhbət cəmi bir il mövcud olmuş bir hökumətdən gedir. Bir il? Bir dəqiqə, cəmi bir il? Yəni bir ilə nə etmək olar axı? Bu sanki bir göz qırpımı kimidir. Amma nədənsə mənə elə gəlir ki, bu qısa hekayənin arxasında çox böyük, bəlkə də fırtınalı hadisələr var. Elə deyil? Hə, əsl sual da elə budur. Ümumiyyətlə, durduq yerə belə bir şey niyə baş versin? Yəni, insanları belə bir hərəkat başlatmağa nə məcbur etmişdi? Bütün bu alovun, bu hərəkatın kökü haradadır? Bax, bu sualın cavabı üçün gərək biraz keçmişə gedək. Hər şey Rıza Şahın hakimiyyəti dövründə başlayan, o uzun müddətli mədəni və dil təzyiqləri ilə bağlı idi. Təsəvvür edin, mərkəzi hökumət bütün İranda vahid, yəni tək bir fars kimliyi yaratmaq istəyirdi. Və bu siyasətin təəssüf ki, əsas hədəflərindən biri də Azərbaycan türkçəsi olmuşdu. Yəni bir anlıq təsəvvür edin də, sizin zəngin ədəbiyyatı, qəzetləri, jurganları olan ana diliniz qəfildən qadağan edilir. Öz dilinizdə nə yaza bilirsiniz, nə də oxuya. Hətta o qədər ki, küçədəki bir elanın ya da bir kinonu başa düşmək üçün tərcüməçiyə ehtiyacınız yaranır. Bu siyasətlər təbii ki, insanlarda sadəcə bir narazılıq yox, böyük bir qəzəb yaratmışdı. Dəhşətdir! Yəni bir insanın öz ana dilinə ləkə demək, bu nə deməkdir axı? Bu sitat əslində hər şeyi göstərir. Məsələnin insanlar üçün nə qədər şəxsi, nə qədər alçaldıcı olduğunu. Bu artıq adi bir siyasət deyil. Bu birbaşa insanların mənliyinə, kimliyinə edilən bir hücum idi. Təbii ki, necə deyərlər, hər təzyiq öz əks təsirini yaradır. Məhz belə bir ağır mühitdə xalqın içindən çıxan və onların səsini ucaldan yeni bir siyasi qüvvə meydana gəldi. Bu qüvvə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Demokrat Firqəsi idi. Və baxın, burada çox vacib bir məqam var, bunun altını cızmaq lazımdır. Onların məqsədi heç də İrandan ayrılmaq deyildi. Tam əksinə, onlar İranın tərkibində, onun ərazi bütövlüyü çərçivəsində özlərini idarə etmək və öz mədəniyyətlərini, dillərini sərbəst şəkildə yaşatmaq istəyirdilər. Aha, deməli, bu sadəcə bir dil mədəniyyət məsələsi də deyildi. Onlar həm ana dilinin, həm də fəhlənin, kəndlinin haqqının tərəfində idilər. Yəni, həm mədəni, həm də sosial tələblər var idi. Bu, həqiqətən də cəmiyyətin bütün təbəqələrini düşünən bir proqramı idi. Bəli, tamamilə doğrudur. Və indi, gəlin hekayəmizin ən maraqlı, ən həyəcanlı hissəsinə keçək. Görəsən, bu yeni hökumət o cəmi bir il ərzində nələrə nail ola bildi? İnanın, nəticələr həqiqətən də heyrətamizdir. Məhz bu nöqtədə tarixçi Dr. Yunis Leysinin araşdırmaları bizim üçün çox qiymətlidir, çünki bizə o dövrün inanılmaz detallarını göstərir. Gəlin bir rəqəmlə başlayaq. 3172. Bu adi bir rəqəm deyil. Bu həm Azərbaycan, həm də bütün İran tarixində bir ilkdir. Bu, ilk dəfə səs verən qadınların sayıdır. O dövr üçün bu sözün əsl mənasında bir inqilab idi. Düşünün, qadınlar ilk dəfə səs vermə hüququ qazanmışdı. İnanmaq olmur. Bütün bunlar cəmi bir ilin içində. Universitetin açılması, qadınlara səs vermə hüququ, ana dilində təhsil, torpaqların paylanması, sanki illərlə yığılıb qalmış bütün arzuları, bütün istəkləri bir ilə sığışdırmağa çalışıblar. Bu, həmin hökumətin inkişafa, tərəqqiyə nə qədər önəm verdiyini açıq-aydın göstərir. Hətta belə bir hadisə də var. Deyilənə görə, Pişəvəri bir dəfə toxuculuq fabrikindəki qadın işçiləri ziyarət edəndə jurnalistlərə dönüb deyir ki, bunlar mənim qızlarımdır. Təsəvvür edirsiniz? Bu sözlər oradakı qadınları o qədər təsirləndirir ki, hamısının gözləri sevincdən yaşarır. Yəni bu artıq sadəcə bir lider-vətəndaş münasibəti deyildi, sanki bir ata-övlad münasibəti idi. Amma elə burada da ağlı o vacib sual gəlir. Əgər hər şey bu qədər yaxşı gedirdisə, bu qədər islahat həyata keçirilirdisə, bəs niyə? Niyə hər şey cəmi bir ildən sonra bitdi? Bu, yəqin ki, hekayəmizin ən kədərli və düşündürücü hissəsidir. Təəssüf ki, hər şey böyük beynəlxalq siyasət oyunları ilə dəyişdi. Sovet qoşunları İrandan çıxmağa razılaşanda Azərbaycanın bu muxtar hökuməti arxasını itirdi, beynəlxalq səviyyədə tək qaldı. Tehran hökuməti əvvəlcə razılaşmağa getdi, sanki islahatları tanıyacaqmış kimi davrandı, amma bu sadəcə bir taktika imiş. İlk fürsətdə mərkəzi ordu demək olar heç bir müqavimətlə üzləşmədən Azərbaycana daxil oldu və o bir illik ümidlərə son qoydu. Və
ən faciəlisi də nəticəsi oldu. O bir ildə əldə edilən hər şey, bütün o tərəqqi sanki bir gecədə yox edildi. Qadınların səsvermə hüququ əllərindən alındı, ana dilindəki kitablar yenidən yığışdırıldı, paylanan torpaqlar geri alındı. Məhz bu süqutun səbəbləri və acı nəticələri doktor Eunice Lacy'nin araşdırmalarının da mərkəzində dayanır. Yaxşı, bəs bütün bunlardan sonra nə oldu? Bu bir illik təcrübədən geriyə bir miras qaldımı? Belə qısa sürən, amma bu qədər dərin iz buraxan bir hekayədən biz bugün hansı nəticəni çıxarmalıyıq? Bu əla sualdır. Həqiqətən də hökumətin özünün ömrü çox qısa oldu, amma onun mirası, onun xatirəsi çox uzun oldu. Bu bir illik təcrübə Azərbaycan tarixində mədəni kimlik, sosial ədalət axtarışının heç vaxt sönməyəcək bir simvoluna çevrildi. Xüsusilə də ana dilinə və qadın hüquqlarına verilən o dəyər, 10 illər sonra belə insanlar üçün bir ilham mənbəyi olaraq qaldı. Əlbəttə, bu mövzu Dr. Eunice Lacy'nin də tədqiqatlarında gördüyümüz kimi çox dərindir. Biz gələcək bölümlərimizdə bu bir illik dövrün mədəni, iqtisadi və siyasi tərəflərinə daha da dərindən baxacağıq. Bu tarixi səyahətdə bizə qoşulduğunuz üçün çox sağ olun. Əgər bu izahımızı faydalı hesab etdinizsə, lütfən onu dostlarınızla paylaşın və Tarix və Şəxsiyyət kanalına abunə olaraq bizə dəstək olun. Gələn görüşlərə dək.